أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم والحمد لله رب العالمين وصلى الله على محمد وآل محمد الأئمة والمهديين وسلم تسليما. السلام عليكم ورحمة الله وبركاته. Beləliklə bugün biz zənnimcə çox maraqlı və eyni zamanda mühüm bir mövzu haqqında danışacağıq. Lakin bunun üçün diqqətinizi mənə cəmləməyinizi xahiş edirəm. İnşallah bu vacib mənzərəni sizə çatdırmaqda müvəffəqiyyət diləyirik. Biz əvvəllər Allahın bəşəriyyətə necə 124 min nəbi və elçi göndərdiyi və yer üzündə biri istisna olmaqla elçi göndərilməyən heç bir ümmətin və ya məkanın olmadığı barədə danışmışdıq. Beləliklə Allah tarix boyu bütün bəşəriyyətə elçilər və nəbilər göndərdi. Və Allahın dini bu minvalla bir çox fərqli mədəniyyətlərə və müxtəlif dillərə tərcümə olundu. Lakin insanlar unutdular. Biz həmçinin fərqli sivilizasiyaların, bir çox müxtəlif din xadimlərinin əslində İslam dinində nəbilər olaraq necə təsdiqləndiyi barədə də danışdıq. Və biz bunu daha öncə Əhməd Əl-Həsənin sözləri ilə, eləcə də Zərdüşt haqqında danışarkən, Budda haqqında danışarkən, Aristotel və Platon haqqında danışarkən, Əhl-i-Beyt əleyhissalamın sözləri ilə nümayiş etdirmişdik. Bugün isə biz əslində Qərb teologiyasının, Qərb təfəkkürünün formalaşmasında çox mühüm rol oynamış, xüsusi bir şəxsin yazılarına fokuslanacağıq. Və Qərbdə olduğumuz üçün gəlin biraz onun üzərində dayanaq. Lakin o eyni zamanda İbrahimi ənənələrə təsir etməkdə, onları formalaşdırmaqda və təsdiqləməkdə də mühüm rol oynamışdır. Və bu gecə biz bunları nəzərdən keçirəcəyik. Və haqqında danışacağımız bu şəxsiyyət bir nəbi kimi tanınırdı. O bir elçi, bir əlkimyacı kimi tanınırdı. Və o Hermes Trismegistus, yəni 3 dəfə böyük Hermes kimi tanınır. Yaxşı, deməli Hermes. Bu gecənin əsas mövzusuna keçməzdən əvvəl, gəlin qısa bir şəkildə onun arxa planına nəzər salaq. Hermes Trismegist əslində elə bir şəxsiyyətdir ki, müxtəlif din alimləri və tarix alimləri onun 3 fərqli şəxsiyyətin birləşməsi olduğunu deyirlər. O, Roma tanrısı Merkurinin, eləcə də Yunan tanrısı Hermesin və Misir tanrısı Totun birgə təcəssümüdür. Yəni, bu üçünün birləşməsidir. Misirdə yuxarı küncdə yerləşən Esna məbədində Tota həsr olunmuş və məbədin divarlarına həkk olunmuş belə bir kəlam və ifadə var. Orada deyilir: Tot, sən böyüksən, böyüksən, böyüksən. Və onun 3 dəfə böyük və ya 3 dəfə ən böyük Hermes olması fikrini də məhz buradakı mənadan götürürlər. Biz həmçinin bilirik ki, bu şəxsiyyət yalnız Roma dinində, Yunan dinində və qədim Misir dinində deyil, eyni zamanda xristianlıqda da mövcuddur. Bunu bilməyimizin səbəbi odur ki, əsrlər boyu əslində təqribən eramızın 300-cü ilinə, yəni İsa'dan 300 il sonraya qədərki dövrdə xristianlar yekdil olaraq razılaşmışdılar ki, Hermesə aid edilən yazılar əslində Yəhudi xristian dinlərinin bir nəbisinə məxsus olan yazılardır. Və o nəbi Enok idi. Onlar deyirdilər ki, Yunanların və Romalıların haqqında danışdıqları bu Hermes Trismegist əslində bizim Enokumuzdur. Beləliklə bu maraqlı bir faktdır. Bundan qısa müddət sonra İslamın gəlişi ilə 6-cı, 7-ci əsrlərdə
İslam alimləri də Hermesi öz nəbiləri kimi qəbul etdilər. Və onlar dedilər ki, Hermes Trismegist əslində İdris əleyhissalam fiqurudur. Beləcə xristianlar, yəhudilər və müsəlmanlar yekdil şəkildə onun yazılarını qəbul etdilər. Və dedilər ki, bu əslində bizim nəbilərimizdən biridir. Bu əsas mövzuya keçməzdən əvvəl vurğulanması maraqlı və olduqca mühüm bir məqamdır. Deməli, aydındır ki, Hermesin yazdıqlarını bəyəniblər, ona çox dəyər veriblər. Heyran olublar və düşünüblər ki, bu yahudilik, xristianlıq və İslam təlimlərinə mahiyyətcə zidd deyil. Bundan əlavə, biz onu da bilirik ki, mandalar kimi tanınan Sabilər, Quran-Kərimdə xatırladılan Sabilər, mandalar, məsələn, Sabilər kimi Allaha iman edənlər haqqında bəhs edilərkən, buyurulan bu ayədəki Sabilər kimin ardıcılarıdır? Vəftisçi Yahyanın, beləliklə bu fərdlər, bu təriqət, bu din əslində Hermes Trismegisti özlərinin əsas nəbilərindən biri kimi qəbul və bəyan edirlər. Deməli, indi qarşımızda qədim Roma dinlərinin, qədim Yunan dinlərinin, qədim Misir dininin, Yahudilərin, Xristianların, Sabilərin və müsəlmanların hamısının bu şəxsi və onun yazılarını qəbul etdiyi bir mənzərə var. İndi Hermes Trismegistə aid edilən yazılar Ellinistik Misir, Roma Misiri dövründən gəlir. Aydındırmı? Böyük İskəndər Misiri ələ keçirdiyi vaxt məhz o zaman başlayır və eramızdan əvvəl 30-cu ildə Romalılar oranı ələ keçirdikdə başa çatır. Və eramızdan əvvəl 30-cu ildən Avqustun oranı fəth etməsindən etibarən ta eramızın 641-ci ilinə və ya İsa'dan sonraya qədər Roma Misiri olaraq davam edir. Və əsasən günümüzdə mövcud olan hermetik yazıların ən qədim nüsxələri Yunan dilindədir. Sonradan o Latın, Qibti, erməni dillərinə tərcümə edilmişdir. Əslində bu mətnlərin erməni dilində, eləcə də ərəb dilində çoxlu nüsxələri mövcuddur. Beləliklə Hermesin yazılarının əksəriyyəti bu dövrə aiddir. Biz bunun daha qədim nüsxələrinin olmadığını demirik. Lakin günümüzə qədər gəlib çatmış nüsxələr məhz İsa'dan biraz əvvəlki dövrdən başlayaraq ondan 100 illərlə sonraya qədərki dövrü əhatə edir. Günümüzdə mövcud olan əsas yazılar bunlardır. Yunan dilində olan Corpus Hermeticum və Misirdə tapılmış Nag Hammati Hermetikası da daxil olmaqla bir neçə başqa yazılarımız var. Və daha sonra erməni hermetikası və həmçinin Hermesə aid edilən ən məşhur ərəb hermetik ənənələrindən biri olan və zümrüd lövhə kimi tanınan, mətnin də daxil olduğu ərəb-İslam hermetik ənənələri də mövcuddur. Və bu zümrüd lövhənin təsviridir. Və burada günümüzə qədər gəlib çatmış, üzərində hermetik yazıların olduğu əlyazmalardan birinin ərəbcə versiyası var. Və orada yuxarıda deyilir. Və lövhədə dillə, ilk dillə yazılmışdır. Həqiqətən onda heç bir şübhə yoxdur. Bu həqiqi yəqindir ki, yuxarıda necədirsə aşağıda da elədir. Və sonra davam edir. Beləliklə bugün biz Corpus Hermeticumun birincisinə, Poimandersə, insanların çobanına nəzər salacağıq. İndi bu qeydə alınmış ilk xütbə, belə demək mümkünsə, yazılı halda olan ilk hədisdir. Biz bunun üzərindən keçəcək, onu birlikdə oxuyacağıq. Əslində onun tərcüməsi biraz mürəkkəbdir. Bu, biraz köhnə ingilis dilindədir. Buna görə də mən izləyicilər üçün külliyyatın müasir tərcümə versiyasını təqdim etmişəm. Beləliklə o belə başlayır, orada deyilir. Bir dəfə mənim ağlım həqiqətən var olanlar üzərində dərin düşüncəyə dalarkən, yəni bunu deyən Hermes olmalıdır. O deyir, bir dəfə mənim ağlım
həqiqətən var olanlar üzərində dərin düşüncəyə dalarkən böyük bir yüksəkliyə qalxdı. Bədənimin hissləri, insanların yeməkdən və ya bədən yorğunluğundan sonra ağır yuxuya getdiyi zaman olduğu kimi tutulub saxlanmışdı. Mənə elə gəldi ki, ölçüyə gəlməz dərəcədə nəhəng bir varlıq adımı çağırdı və dedi: "Nə eşitmək və görmək istəyirsən? Nəyi öyrənmək və bilmək istəyirsən?" Mən dedim: "Sən kimsən?" O dedi: "Mən insan çobanı Poymandersəm. Bütün mütləq hakimiyyətin ağlıyam. Sənin nə arzuladığını bilirəm və mən hər yerdə səninləyəm. Aydındırmı?" Deməli o meditasiya halındadır və ona "Mən hər yerdə səninləyəm" deyən daha ali bir varlıqla təmas qurur. Və təbii ki, bu bizə Qurani-Kərimin 2-ci surəsinin 186-cı ayəsini xatırladır. Orada deyilir: "Qullarım səndən mənim barəmdə soruşduqda de: Mən onlara yaxınam, dua edib məni çağıranın duasını qəbul edərəm." Yəni burada görürsünüz ki, o Hermesə nə arzuladığını bildiyini və hər yerdə onunla olduğunu vəhy edir. Burada isə Allah Subhanahu va Taala Quranda quluna həmişə yaxın olduğunu və onu çağırdıqda ona cavab verdiyini buyurur. Mən cavab verdim: "Şeylərin nə olduğunu öyrənməyə, onların təbiətini dərk etməyə və Allahı tanımağa can atıram. Eşitmək istədiyim budur." O cavab verdi: "Bilmək istədiyin hər şeyi ağlında tut və mən sənə öyrədəcəyəm." Mən cinləri və insanları yalnız mənə ibadət etmələri üçün yaratdım. Zariyat surəsi 56-cı ayə. Və bu Qurandandır. Burada da Hermes var. Onun Allahı tanımaq arzusu var və Allah da ona cavab verir. Və biz bilirik ki, Əhl-i əleyhissalam bu ayəni izah etmiş və bu ayəyə təfsir verərək demişdir: "Mənə ibadət etmək məni tanımaq deməkdir." O bunu deyər deməz, görünüşü dəyişdi və bir göz qırpımında hər şey mənim qarşımda açıldı. Mən hüdudsuz bir röya gördüm. Hər şey nura qərq oldu və şirin, sevincli bir hal aldı. Mən baxdıqca heyranlıqdan özümü itirdim. Yəni o hər yerdə sadəcə nur görür. Sonra mənzərəyə qaranlıq daxil olur. O qorxunc şəkildə qıvrılaraq və bir ilan kimi bükülərək nurun bir hissəsinin üzərinə çökdü. Qaranlıq bir növ rütubətli təbiətə çevrildi. Sözlə ifadə edilməyəcək dərəcədə çalxalanırdı. Od kimi tüstü püskürürdü və təsvir olunmaz bir inilti ilə fəryad edirdi. Bundan sonra ondan sanki atəşin səsi imiş kimi anlaşılmaz bir fəryad qopdu. Və bu bizə İmam Əli əleyhissalamın bu hədisini xatırladır ki, orada buyurur: "Bu dünya toxunanda yumuşaq, lakin içi zəhərlə dolu olan bir ilan kimidir." Beləliklə burada İbrahimi ənənələrdə də dünyanın və ya qaranlığın ilanla əlaqələndirildiyini göstərən bu bənzətmə ilə qarşılaşırsınız. Və biz bunu burada hermetik ənənədə görürük. Çünki aydındır ki, o burada dünyanın başlanğıcı haqqında bir görüntü görür. Dünya ilk dəfə necə yaradıldı? O əvvəlcə nurun olduğunu, sonra qaranlığın bir ilan kimi süzülərək gəldiyini görür. Sonra nurun içindən müqəddəs bir kəlam, Logos, o təbiətin üzərinə endi. Rütubətli təbiətdən saf atəş yuxarıya, nura doğru sıçradı. Yüngül, sürətli və fəal hava sanki atəşdən asılmış kimi torpaq və sudan yüksələn atəşi təqib etdi. Lakin torpaq və su o qədər bir-birinə qarışmışdı ki, heç kim torpağı sudan ayıra bilmirdi. Buna baxmayaraq onlar eşitmək üçün hərəkətə gəldilər. Çünki ruh, kəlam, logos onlara nüfuz etmişdi. Deməli o onların qarşısında bütün qaranlığı görür və qaranlıq sanki böyük bir palçıq çuxurudur. Torpaqla suyun qarışığı kimidir. Heç nə formalaşmayıb, hər şey xaotikdir. Və sonra bu nur sadəcə onun içinə inir. Başlanğıcda kəlam var idi. Kəlam Allahla birlikdə idi. Kəlam Allah idi. Yəhya 1.1. Bu Bibliyadan Yəhyanın 1-ci fəslinin 1-ci ayəsindən məşhur bir ayədir. Burada korpus, hermetikumda da deyilir. Nurun içindən müqəddəs bir kəlam, logos, eynilə Bibliyada istifadə olunan sözdən istifadə edilir. Sonra insan çobanı mənə dedi: "Bu röyanın nə məna verdiyini başa düşürsənmi?" Xeyr. Mən dedim: "Mən o nuru tanıyacağam." O dedi: "O nur mənəm, sənin tanrın."
qaranlıqdan ortaya çıxan rütubətli təbiətin əvvəlki, ağıl, ağıldan zahir olan nurani kəlam. Logos Tanrının oğludur. Maraqlı deyilmi? Budur, indi buraya baxın. Əslində, xristianlığın bir çox elementinin məhz buradan gəldiyini görürük. Bəs sonra mən soruşdum. Bil ki, sənin içində görən və eşidən Rəbbin kəlamıdır. Lakin ağıl ata Tanrıdır. Onlar ayrı deyillər. Həyat onların birliyindən ibarətdir. Mən dedim, sənə şükürlər olsun. O cavab verdi. Nuru anla və onunla dost ol. Beləliklə, indi sizin qarşınızda ona bunları deyən bir səs var. O ona deyir, mən sənin Tanrınam. Mən kiməm? Mən sənin Tanrınam, mən ağılam. Mən sənin içindəki o nuram. Lakin sənin içindəki o nur oğuldur. Amma ataya bağlıdır və ata isə mənbədir. Baxın, bu elə bu təsvirdə, rəsmdə göstərilir. O danışarkən uzun müddət gözlərimin içinə baxdı və mən onun baxışları altında titrədim. O başını qaldıranda mən ağılda nuru artıq saysız hesabsız qüvvələr kimi və hüdudsuz dərəcədə böyümüş bir kosmos olaraq gördüm. Atəş qüdrətli bir qüvvə tərəfindən mühasirəyə alınmış, ram edilmiş və sükunətə qovuşdurulmuşdu. Bunları görərək mən insan çobanın kəlamı vasitəsilə dərk etdim. Bəs indi o nə deyir? O deyir ki, onun ağlında nur var. Lakin bu nur saysız hesabsız qüvvələrdir. Hər yerdə onlardan çoxdur və kosmos böyüyür, böyüyür, hüdudsuz şəkildə böyüyür. Mən heyrət içində olarkən o dedi, sən yenə də ağılda mövcudluğu başlanğıcdan əvvəl olan və sonu olmayan arxetipik formanı gördün. Mən soruşdum, bəs elə isə təbiətin elementləri öz mövcudluğunu haradan alırlar? O cavab verdi, Tanrının iradəsindən. Təbiət kəlamı qəbul etdi və gözəl kosmosa baxaraq onu kopyaladı. Öz elementləri və ruhların doğuluşu vasitəsilə özünü bir kosmosa çevirdi. Yaxşı, indi bu biraz mürəkkəbdir, lakin mən bunu sizə biraz daha da ətraflı izah edəcəyəm. Əslində onun dediyi odur ki, o deyir, ata Tanrı var. Ata Tanrı öz ağlında müəyyən obrazlar təsəvvür etdi. Onun aləmində olan bu obrazlar var ki, o onları düşünərək yaratdı. Lakin onlar hələ də fiziki formada zahir olmadılar. Tanrının iradəsi. Onun düşüncələri öz kəlamı formasında ortaya çıxdı. Mövcud olan bütün maddəyə və onun bütün qaranlığına nüfuz etdi. Və o nur və ya düşüncələr Tanrıdan qaranlığa zahir olanda, bir vaxtlar sadəcə xaos içində olan və heç nə etməyən qaranlıq şuur qazandı. Tanrının təxəyyülündən xəbərdar oldu və Tanrının təxəyyülünü kopyalamağa başladı. Maraqlıdır, elə deyilmi? Həm kişi, həm də qadın, nur və həyat olan ağıl, Tanrı şeylərə forma vermək üçün başqa bir ağıl meydana gətirdi. Atəş və ruhun bu forma verici Tanrısı, duyğularla qavranılan kosmosu əhatə edən 7 hökmdar yaratdı. İnsanlar bu hökmü tali adlandırırlar. Beləliklə, əslində Hermes nə deyir? O deyir ki, dünyanın və ya kosmosun necə olacağına dair ilkin düşüncələr, xatırlayırsınız, onun təxəyyülündə mövcud idi. Sonra kosmosun özü onu kopyaladı. Aydındırmı? Bu dəfə hər şeyin atası olan ağıl, Tanrının özü, özünün bir nüsxəsini yaradır. O, ilkin ağıldır, ata ağıldır. O, özünün bir nüsxəsini yaradır ki, bu da mətnə əsasən forma verici ağıl adlanır. Niyə forma verici ağıl adlanır? Çünki bu kosmosu, fiziki kosmosu formalaşdırmaq üçün onun güc verəcəyi ağıldır. Başa düşürsünüz? Bəli, deməli, ata Tanrı yuxarıdakı bir məkanda öz düşüncələri ilə məşğuldur.
O fiziki olanı idarə etmək, formalaşdırmaq, tapşırmaq və tənzimləmək üçün çox yuxarıdadır. Beləliklə onun etdiyi odur ki, o aşağı enib fiziki kosmosu tənzimləmək üçün özünün bir nüsxəsini, forma verici ağılı yaradır. O bunu edərkən həmçinin 7 hökmdar yaradır. İndi bu 7 hökmdar, hansı ki birazdan görəcəksiniz, 7 səma cisminə, planetar cismə işarədir. Və bunlar Günəş, Ay, Merkuri, Venera, Mars, Yupiter və Saturndur. Bunlar o 7-dir. Dərhal aşağı elementlərdən Tanrının zəkası, Logos təbiətin saf formasiyasına doğru sıçradı və forma verici ağılla bir oldu. Çünki o Logos eyni mahiyyətdən idi. Təbiətin aşağıya doğru yönəldən elementləri isə ağıldan məhrum qaldı və xalis maddəyə çevrildi. Beləliklə ilkin olaraq ortaya çıxan o Logos, Tanrının kəlamı indi hara getdi? O Tanrının özündən yaratdığı nüsxənin içinə daxil oldu və onunla birləşdi. Çünki onların hər ikisi eyni təbiətdən idi. Deməli, məsələn, bəzi Bibliya terminləri ilə düşünsək, nə deyərdik? Biz deyərdik ki, Tanrının Logosu, onun ağlı, kəlamı və ya iradəsi əslində elə iradəsi, artıq onun iradəsi üçün bir qab olan və kainatın işləri tapşırılan nüsxənin içinə daxil olur. Sonra ağıl və ya logosla birləşən forma verici ağıl kürələri əhatə etdi və onları öz qasırğası ilə fırlatmağa başladı. Öz formasiyalarını bağsız bir başlanğıcdan sonsuz bir sona doğru çevirdi. Çünki onların dövrəsi ağılın iradə etdiyi kimi bitdiyi yerdə başlayır. Beləliklə o şeyləri daimi olaraq dairəvi hərəkətdə hərəkətə gətirməyə başladı. Çünki dairəvi hərəkətin sonu yoxdur. Düz xətlə getsəniz, onun bir başlanğıcı və bir sonu var. Dairələrdə isə son yoxdur. Beləliklə aşağı doğru yönələn elementlərdən tutmuş hər şey dairəvi hərəkət edir. Təbiət ağlı olmayan həyat formaları meydana gətirdi. Çünki o, onlara ağıl bəxş etmədi. Hava qanadları, su isə üzənləri gətirdi. Torpaq və su ağlın iradə etdiyi kimi bir-birindən ayrıldıqdan sonra dördayaqlı canlılar və sürünənlər, vəhşi və əhilləşdirilmiş heyvanlar meydana gətirdilər. Beləliklə, indi həyatın yaradılışı başlayır. Balıqlar, quşlar, dördayaqlı canlılar, ikiayaqlı canlılar. Onlar yer üzünün hər tərəfində gəzirlər. Lakin böyük bir fərq var. Onların heç birində forma verici ağılda olan şey yoxdur. Onların heç birində müqəddəs ruh yoxdur. Onların heç birində ağıl yoxdur. Heç birində məntiq yoxdur. Hamısı sadəcə ağılsız və heç bir tutarlılıq olmadan hərəkət edirlər. Heç bir məntiq yoxdur. Onların işlərini yönləndirən Tanrı deyil. Lakin həyat və nur olan hər şeyin atası ağıl məhz bu nöqtədə insanı meydana gətirdi. İndi hər şeyin atası ağıl bu forma verici ağıl deyil. Bu fiziki olan deyil, bu Tanrıdır. Ondan kənarda olandır, elə deyilmi? Tanrıların tanrısıdır, o kənardadır. Və indi o insanı təsəvvür edir. Təxəyyülündə öz övladı kimi sevdiyi, özünə tay tutduğu insanı təsəvvür edir. Çünki insan misilsiz dərəcədə gözəl idi, öz atasının obrazı idi. Həqiqətən Tanrı öz surətinə aşiq oldu və özünün bütün formasiyalarını insana bəxş etdi. İnsan forma verənin atanın içində nələr yaratdığını gördükdə, o da formalaşdırmaq istədi. Ata razılaşdı və onun halını tam səlahiyyətlə forma verici sferaya dəyişdi. O qardaşının yaratdıqlarına tamaşa etdi. Onlar ona aşiq oldular və hər biri öz nizamından ona bir pay verdi. Onların mahiyyətini öyrəndikdən və təbiətlərini paylaşdıqdan sonra, o, onların sferalarının sərhədlərini yarmağa və atəşin üzərinə təzyiq edən qüvvəni ram etməyə çalışdı. Beləliklə, indi baş verən odur ki, Tanrı insanı yaradır, onu öz ağlında təsəvvür edir, onu sevir. İnsan deyir, Tanrım, sən necə də heyrətamiz işlər görürsən? Gəzib dolaşırsan, bütün bu heyrətamiz şeyləri yaradırsan. Mən səni sevirəm, kaş ki, mən də eynisini edə biləydim. Kaş ki, mən də həqiqətən nələrsə yarada biləydim. Beləliklə, Tanrı ona icazə verir və o aşağı enib
fiziki aləmdə, fiziki maddənin içində yaşamaq istədiyinə qərar verir. Və bu biraz inqilabi və gözlənilməzdir. Ya da ən azından insanların mövcud olma səbəbinə ziddir. Yəhudi xristian rəvayətinə görə bu rəvayət insanları fiziki aləmə yalnız onların həddi aşmaları faktına və günaha görə yerləşdirir ki, bu da bir eniş idi. Burada isə bunun tam əksidir. Hər şey sevgi ilə bağlıdır. Bu bir sevgi hekayəsidir. Tanrı nura aşiq olur, qaranlığa və ya maddəyə aşiq olur və onun içinə daxil olmaq, ona həyat gətirmək istəyir. Bu bir yaradılış hekayəsidir. Kosmosdakı bütün fani şeylər və ağılsız həyatlar üzərində tam səlahiyyətə malik olan, o ahəngdarlıqdan keçərək üzünü aşağıya doğru əydi. Onun gücünü yardı və aşağıdakı təbiətə Tanrının gözəl surətini göstərdi. Öz içində 7 hökmdarın bütün enerjisini, eləcə də Tanrının surətini daşıyan, insanın bu sönməz gözəlliyini görən təbiət sanki insanın öz sularındakı əksini və öz torpağındakı kölgəsini görürmüş kimi sevgi ilə gülümsədi. O isə öz növbəsində öz bənzərinin onun sularında mövcud olduğunu görərək onu sevdi və onun içində yaşamaq istədi. Və bu istəklə birlikdə əməl də gəldi. O ağıldan məhrum olan o formanı canlandırdı. Təbiət öz sevgisinin obyektini qucaqladı və ona sarıldı. Onlar bir-birinə qarışdılar, çünki aşiq idilər. Nur və qaranlıq, ruh və bədən. Onlar indi bir-birinə qarışaraq harmoniya içində birgə yaşayırlar. Yeri gəlmişkən, insanın öz içində 7 hökmdarın bütün enerjisini daşıdığını deyən bu hissə əsasən gələcəkdə toxunacağımız bu hermetik ideyaya görədir. Və biz gələcək mühazirələrdən birində Günəşin, Ayın və planetar cisimlərin, xüsusən də bizə ən yaxın olanların əslində məqsədinin nə olması, yəni o 7 səma cisminin hər birinin müəyyən güclərə malik olması barədə dərindən danışacağıq və tale üçün kollektiv şəkildə cavabdeh olanlar məhz onlardır. Kollektiv şəkildə məsuliyyət daşıyanlar onlardır. Bir insan yaradıldıqda, məsələn, Mars insana müəyyən miqdarda sərvət və ya müəyyən bir xasiyyət bəxş edəcək. Yupiter də eynisini, Saturn da onlara eynisini verəcək. Və sonra bu 7 planetin kollektiv şəkildə verdiyi qərarlar sizin həyat hekayənizin böyük bir hissəsini hərəkətə gətirəcək. Buna görə də yer üzündəki bütün məxluqatdan fərqli olaraq insan iki təbiətlidir. Bədəninə görə fani, əsl mahiyyətinə görə isə ölümsüzdür. Baxmayaraq ki, o ölümsüzdür və hər şeyin Rəbbidir. Fani biri kimi taleyə tabe olaraq əziyyət çəkir. Beləliklə o harmoniyanın üstündə olsa da onun içində bir qul olur. Kişi qadın bir atadan olduğu üçün özü də kişi qadın olmasına baxmayaraq, yuxusuz bir atadan olduğu üçün yuxusuz olmasına baxmayaraq, o yuxuya məğlub olur. Mən dedim, öyrətməyə davam et, ey mənim ağlım, çünki mən də bu kəlama aşiqəm. Çoban dedi, bu günə qədər gizli saxlanılan sir budur. İnsan tərəfindən qucaqlanan təbiət bir möcüzə meydana gətirdi. Necə də heyrətamizdir. Çünki insanda oddan və ruhdan ibarət yeddiliyin harmoniyasının təbiəti var idi. Sənə dediyim kimi, təbiət dərhal o 7-yə uyğun olaraq 7 insan meydana gətirdi və bunlar sənə haqqında danışdığım o 7 planetdir. Kişi, qadın və havada hərəkət edən mən fəryad etdim. Ey çoban, çünki eşitmək arzusu ilə dolub daşdım. Tələsmə. O dedi, sakit ol, mən hələ birinci xütbəni açıb bitirməmişəm. Mən dedim, sustum. Əslində bu bizə Hikmət sahibinin qayəsi kitabındakı fəsillərdən birindəki, yəni planetar cisimlərlə bağlı olan fəsildəki bir söhbəti xatırladır. Aradakı mən Əhməd Əl-Həsən əleyhissalamdan soruşdum. Yəni yer üzündəki hərəkətlərimiz onun hərəkətləri tərəfindən idarə olunur və ya ondan təsirlənir? Yəni planetar cisimləri nəzərdə tutaraq və İmam Əhməd Əl-Həsən əleyhissalam buyurdu. Bəli, o buna 89% təsir edir. Beləliklə biz görə bilərik ki, həyatımızın yollarını müəyyən edən vəziyyətlərin və faktorların böyük bir hissəsi sanki hərfi mənada kosmosda 89% nisbətində yazılmışdır.
Məsələn, harada, nə vaxt, kimdən doğulduğunuz, ömrünüzün uzunluğu, bütün bunlar ulduzlar tərəfindən diktə edilir. Ulduzlarda oxuna bilər, eyni zamanda ulduzlar tərəfindən təyin edilir. Bu, həmin planetlərin təsiridir. Onların səmada harada olduğu, hansı bucaqların yarandığı, hansı tutulmaların baş verdiyi, hansı kometlərin keçib getdiyi. Bütün bunlar müəyyən bir dəqiqə anda doğulmuş insana təsir edir. Yaxşı, Corpus Hermeticum-a qayıdaq. Dediyim kimi, bu 7-nin yaradılışı baş tutdu. Yer bir qadın kimi idi. Onun suları həsrətlə dolu idi. O, atəşdən yetkinlik, efirdən isə ruh aldı. Beləliklə, təbiət insanın formasına uyğun formalar meydana gətirdi və insan həyatdan meydana gəldi və nur ruha və ağla çevrildi. Həyatdan ruha, nurdan ağla. Deməli, əvvəllər mövcud olan fiziki aləmdən kənardakı ilkin insan həyat və nurdan yaradılmışdır. Aydındırmı? Lakin bu fiziki aləmdə həyat daxilimizdəki ruha çevrilir. O, bu cür zahir olur. Nur isə bədənimizin içindəki ağla çevrilir. Beləliklə, duyğular aləminin hissələri, onların sonu və yeni başlanğıcları vaxtına qədər davam etdi. Yəni, əslində bunun dediyi odur ki, bizim bədənimiz əslində müxtəlif elementlərdən ibarətdir. Bədənimiz su, atəş, hava, torpaq və efir elementlərindən ibarətdir. Və nə qədər atəşimizə nisbətdə, nə qədər suyumuzun olması, nə qədər torpağa nisbətdə, nə qədər havadan təşkil olunmağımız. Bütün bunlar həmin o 7 planet tərəfindən diktə edilir. Beləliklə, 7 planet fiziki quruluşumuzu təşkil edir və ya diktə edir. Fiziki quruluşumuz isə şəxsiyyətlərimizin, davranışlarımızın necə olmasını, hadisələrə necə yanaşdığımızı müəyyən edir. Və bu, əslində İmam Sadiq əleyhissalamın Həftül Şərif kitabının fəsillərinin birində dediyi şeylə tamamilə eynidir. O buyurur, insanın xasiyyətləri qara və sarı, selik və qan və nur, atəş, külək, su və palçıq gil surətindən künclərdir. O, nurla baxır, atəşlə yeyir və içir. Yəni, əgər sizdə çoxlu atəş varsa, çox yeyib içə bilərsiniz. Və ya güclü bir mizacınız ola bilər. Yəni, bu element müxtəlif şeylər üçün cavabdehlik daşıyır. Və o, su ilə cinsi əlaqədə olur, hərəkət edir, dadı və ləzzəti tapır. Deməli, nə qədər sudan təşkil olunmağınız bu məsələlərdə böyük fərq yaradır. Çünki bu, onun surətindən bir qapıdır. Əgər bu künclər nəfsə enərsə, onlar 9-dur. Onun yaradılışının başlanğıcını axtarıb tapan onun ağlıdır və o, onun bələdçisi və onun bəsirətidir. Beləliklə, Hermesin Poimandresində onunla danışan ağıl kimdir? O, onun çobanıdır, onun bələdçisidir. Burada isə İmam Sadiq əleyhissalam fərd, yəni insan barədə deyir ki, onun ağlı onun bələdçisi, bəsirəti, yolu və açarıdır. Və ağılla o, özü ilə nazil olanı tamamlayır. Çünki əgər onun ağlının dayağı nurdan olsa, o, yadda saxlayan, zəkalı, iti düşüncəli, ağıllı, bilikli və uzaq görən, bəsirətli biri olar. O, bunu öz kamilliyindən və əzəmətindən, necə və niyəsindən bilir. Və o, bu nemətlərdən bəhrələndikdə öz yolunu və təyinat yerini bütün aydınlığı ilə bilər. Beləliklə, bununla o faniliyi dərk etmiş olar və tövhidə sadiq qalaraq yaşayar. Əxlaq isə itayətlədir. Əgər belə edərsə, o keçmişdə olanlardan xəbərdar olar və üzərində olduğu şeyi artırar. Və bunun üzərinə o gələr və nə olduğunu, burada hansı şeydən var olduğunu və hara getdiyini bilər. Və o sarını yalnız sarıda, qırmızını yalnız qırmızıda, qaranı yalnız qarada, ağlığı isə yalnız ağlıqda tapar. Və o, qoxu, şirinlik, acılıq, turşluq və duzluluqdan başqa bir şey tapmaz. Beləliklə, o qırmızını qırmızılıq olmadan, sarını sarılıq olmadan, ağı ağlıq olmadan və qaranı qaralıq olmadan bildikdə, bu onun mərifətinin kamilliyidir. Onun vəhmi, illüziyası necə yenilənə bilər? Halbuki onun vəhmi ağlının dayağı tərəfindən qəbul edilmir və ola bilər ki, nəfs onun içində isti ikən,
qızmar bir vəziyyətdə hərəkət etsin. Sonra isə onun içindən soyuq ikən soyuq bir vəziyyətdə hərəkət etsin. Beləliklə, əgər isti olan ona gələrsə, o sevincək, lovğa, dincəlmiş, nəşəli və şad olar. Və o zina edər, əxlaqsızlıq edər, həyəcanlanar və xoşbəxt olar. Və əgər soyuq olan ona gələrsə, o qəmgin, kədərli, alçalmış, zəlil, unutqan və ümidsiz olar. Çünki xəstəliyin yarandığı əlamətlər bunlardır. Və onun gedişatı qida və içki, eləcə də qida və içki üçün münasib olmayan saatlardır. Buna görə də insan səbəblərə, ehtiyaca, uyğun rənglərdən gələn ağrıya və xəstəliyə dözür. Vəssalam. Deməli, dostlarım, bu tamamilə saf hermetik əlkimya, təlimlər və kəlamlardır. Yaxşı, indi o həsrətində olduğun xütbənin qalan hissəsini dinlə. Müddət bitdikdə onların hamısını bağışlayan bağ tanrının iradəsi ilə zəiflədi. Bütün heyvanlar həm erkək, həm dişi idi. Başlanğıcda hər şey iki cinsli idi. Bütün heyvanlar insanla eyni vaxtda ayrılaraq həm erkək, həm dişi idi. Bəziləri qismən erkək, digərləri isə qismən dişi oldu və Tanrı öz müqəddəs kəlamı ilə buyurdu: "Törəyib çoxalın və sayınızı artırın, ey bütün məxluqat və yaradılışlar. Və qoy içində ağlı olan insan öyrənib bilsin ki, o ölümsüzdür və sevgi hər şey olsa da sevgi ölümün səbəbidir." Beləliklə, burada bir neçə məqam var. Kişi və qadın haqqında danışdıqda bunu belə oxuya bilərsiniz ki, hər şey, bu sanki Həvvadan əvvəlki bir vəziyyətə bənzəyir. Arada ki, insanlar əslində iki cinsli olaraq mövcud idilər. Və məhz buna görə də Tanrı özünü həm kişi, həm də qadın surətində əks etdirir. Elə buna görə də Bafometə ibadət edənlər əsasən onu tam formasında yarı kişi, yarı qadın kimi təsvir edirlər. Çünki o həm kişinin, həm də qadının inikasıdır. Lakin burada həm də söhbət ondan gedir ki, hər şey vəhdət və harmoniya içində idi. Sonra müəyyən bir nöqtədən sonra onlar ayrıldılar və kainatda hər şey xaotik oldu. Və bunun xaotik bir hala gəlməsinin səbəbi nurun və ya o insanın təbiətə duyduğu dərin sevgi, təbiətin və fiziki formanın daha dərinliklərinə bürünməsi və öz mahiyyətini unutmasıdır. Və beləliklə missiya buna çevrildi ki, insan qaranlıqdan xilas olmaq və yenidən Allaha qayıtmaq üçün öz mənşəyini xatırlamalıdır. O bunu dedikdə onun uzaqgörənliyi tale və harmoniya vasitəsilə onların cütləşməsinə təsir etdi və onların yaradılışını, nəsillərini qurdu. Beləliklə hər şey öz növünə görə çoxaldı. Özünü tanımağı öyrənən kəs bolluğu aşan o yaxşılığa çatmışdır. Lakin sevgi ilə yoldan çıxıb öz sevgisini bədəninə yönəldən kəs qaranlıqda qalar. Ölümün şeylərini öz hissləri vasitəsilə yaşayaraq və əziyyət çəkərək dolaşar. Mən dedim, cahillər nə kimi böyük bir xəta edirlər ki, ölümsüzlükdən məhrum olurlar. O dedi, görünür sən eşitdiyinə məhəl qoymamısan, sənə düşünməyi əmr etmədimmi? Bəli, mən düşünürəm, xatırlayıram və sənə şükür edirəm. O dedi, əgər düşünmüsənsə, mənə de, nə üçün ölüm içində olanlar ölümə layiqdirlər? Çünki o tutqun qaranlıq maddi bədənin kökü və əsasıdır. Ondan rütubətli təbiət meydana gəldi. Ondan da duyğular aləminin bədəni yarandı və ölümdəki bədən suyu çəkib aparır. Doğru düşünmüsən, lakin özünü tanıyan kəs Tanrının kəlamının bəyan etdiyi kimi ona necə gedir? Mən cavab verdim, hər şeyin atası nurdan və həyatdan ibarətdir. İnsan ondan doğulmuşdur. Gözəl dedin, nur və həyat ata Tanrıdır və insan ondan doğulmuşdur. Əgər sən özünün həyat və nurdan olduğunu öyrənsən, onlardan uzaq düşmüş olsan belə yenidən həyata qayıdacaqsan. Beləliklə, buradakı əsas məsələ odur ki, siz Allahın oğlu olduğunuzu xatırlamalısınız.
Siz Allahın övladlarısınız. Sizin mənbəyiniz Allaha You are bağlıdır. inna lillahi ve inna ilayhi raciun. Biz Allahdanıq və Allaha qayıdacağıq. Mən fəryad etdim. Mənə daha artığını de, ey mənim ağlım. Mən yenidən həyata necə qayıdacağam? Axı Tanrı buyurur, içində ağıl olan insan öyrənib bilsin ki, o ölümsüzdür. Məgər bütün insanların ağlı yoxdurmu? Bu vacib bir məqamdır. İndi o çox vacib bir sual verir. Məgər bütün insanların ağlı yoxdurmu? O dedi. Gözəl dedin, mən yəni ağıl, müqəddəs və xeyirxah insanların, pak və mərhəmətli olanların, təqva ilə yaşayanların yanındayam. Mənim varlığım dərhal onların köməyinə çevrilir. Onlar hər şeyin mərifətini əldə edirlər və atanın sevgisini öz pak həyatları ilə qazandıqda ona şükür edirlər. Onu təqdis edirlər. Bədəni öz təbii ölümünə təslim etməzdən əvvəl ona ilahilər oxuyur və ona olan sevgi ilə yanırlar. Onlar bədənin duyğularından və onların necə işlədiyini bilməkdən iyrənərək üz döndərirlər. Həqiqətən mən ağıl bədənin başına gələn proseslərin öz təbii sonuna çatmasına imkan verməyəcəyəm. Bir qapıcı kimi mən bütün girişləri bağlayar, alçaq və şər enerjilərin oyatdığı zehni əməlləri kəsib atıram. Lakin ağılsız olanlara gəldikdə isə, beləliklə, indi biz bilirik ki, bütün insanların ağlı yoxdur. Əslində bəzi insanların ağlı var, digər insanların isə ağlı yoxdur. Lakin ağılsızlardan, qəddar və pozğunlardan, paxıl və tamahkarlardan, qatillərdən və dinsizliyi sevənlərdən mən çox uzağam. Öz yerimi qisasçı şeytana və ya daimona verirəm. O isə atəşi kəskinləşdirir. Onlara əzab verir və atəşlərinin üstünə atəş gəlir. Duyğuları vasitəsilə onların üzərinə atılır. Onları qanunu pozmağa daha da meyilli edir ki, onlar daha böyük əzabla qarşılaşsınlar. Və onlar qaranlıqda çabalayaraq doymaq bilməyən nəfslərini arzulamaqdan əl çəkmirlər. Və bu mənə əslində Muhammed və Ali Muhammedin bir neçə təlimini xatırladır. Onlardan biri mənə Əhl-i Beyt əleyhissalamdan olan bir hədisi xatırladır ki, orada buyururlar: Biz insanlarıq, şiyələrimiz isə insanlara bənzəyənlərdir və ya ağlı olanlar bizik, şiyələrimiz isə ağılların surətinə sahib olanlardır. Qalan insanlar isə nasnasdır və ya qalan insanlar heyvan kimidirlər. Onlar insanlara bənzəyirlər, lakin əslində ağılları yoxdur. Deməli, biz burada bunun birbaşa Əhl-i Beyt tərəfindən təsdiqləndiyini görürük. Və bu həm də mənə İsa'nın fariseylərlə danışarkən dediyi Bibliya sözlərini xatırladır. O onlara deyir ki, əgər onların atası İbrahim və ya Allah olsaydı, o zaman onlar Allahdan və ya Allahın oğlundan gələn kəlamları eşidərdilər. Lakin onlar zülmətin oğludurlar, şeytanın oğludurlar, qaranlığın, yəni təbiətin oğludurlar. Qisasçı şeytanın və ya daimonun oğludurlar. İndi hermetik təfəkkürdə qisasçı şeytan əslində sizə bağlı olan bir ruhani bir varlıqdır. Hər bir insanın bir demonu var. Sizə bağlı olan kiçik demon və demon sözü əslində daimon sözündən gəlir. Və bu daimonun işi sizi yoldan çıxarmaq və sizi sürüklənmək istəmədiyiniz hər bir istiqamətə sürükləməkdir. Və o sizin yoldaşınızdır. O həyatdakı qərininizdir və bu bizə İslamda hər fərdin özü ilə bərabər bir şeytan yoldaşa və ya qərinə sahib olması barədə olan konsepsiyanı xatırladır. Və sonra o deyir: Arzuladığım hər şeyi mənə öyrətdin, ey ağıl. İndi mənə yuxarıya doğru olan yolun təbiəti barədə daha artığını de. Çünki bu mənim üçündür. İnsan çoban dedi, sənin maddi bədənin yox olmağa, üz tutduqda ilk növbədə sən bədənini dəyişimə təslim edirsən. Sahib olduğun forma yoxa çıxır. Həyat tərzini enerjisindən boşaldılmış halda demona təslim edirsən. Yəni öldüyünüz zaman sizi müşayiət edən demon əslində sizin bütün enerjinizi çəkib alır. Bədənin hissləri öz mənbələrinə qayıdır. Ayrılır və enerjinin ehtirası və arzusu olaraq yüksəlir. Ağıl olmayan təbiətə doğru geri çəkilir. Beləliklə, insan harmoniya vasitəsilə birinci zonaya doğru sürətlə yuxarı qalxır. O, böyümə və çürümə enerjisini verir.
Yaxşı, deməli burada bilməli olduğumuz bir şey var. Əsasən sizin xasiyyətinizin, xüsusiyyətlərinizin və şəxsiyyətinizin böyük bir qismini həqiqətən formalaşdıran, sizə müəyyən şeyləri diktə edən o 7 planeti xatırlayın. Bəli, bu 7 planetar cisim orbitlər üzrə yerin ətrafında fırlanır və onlardan birincisi və ya bizə ən yaxın olanı Aydır. Beləliklə, bu planetar cisimlərin biri ilə digəri arasındakı hər bir zona və ya məsafədə fərd vəfat etdikdə və onun ruhu Allaha doğru yüksəldikdə, o, bu zonalardan keçərkən özündən uzaqlaşdırmalı olduğu müəyyən xüsusiyyətləri uzaqlaşdırır. O, ya buna nail olur, ya da uğursuzluğa düçar olur. Əgər o, bu zonalardan hər hansı birində uğursuzluğa düçar olarsa, birbaşa yerə qayıdır, reinkarnasiya edir. Əgər o, enerjidən azad olmaqda və ya bu şeyləri özündən çıxarıb atmaqda uğur qazanarsa, nəhayət Allaha və ya yuxarıdakı səmavi məskənə qədər yüksələ bilər. Aydındırmı? Buna görə də burada deyilir, beləliklə insan harmoniya vasitəsilə birinci zonaya doğru sürətlə yuxarı qalxır. O, böyümə və çürümə enerjisini verir. İkincisinə şərin hiylələrini verir. Yəni, əgər insan özünü bu şeylərdən təmizləyibsə, o, keçə bilməyəcək. O, ikinci zonaya qalxır və hələ də şərin hiylələri ona bağlıdır. O, dərhal aşağı qayıdır. Üçüncüsünə, arzuların hiyləgərliyini verir. Sənin hələ də arzuların var. Aşağı qayıdırsan. Dördüncüsünə, hökmranlıq, hərisliyini və təkəbbürü. Beşincisinə, qeyri-müqəddəs, cəsarətli və ehtiyatsız həyasızlığı. Altıncısına, şər yollarla sərvət əldə etmək cəhdini. Onun artımından məhrum olunmuş halda verir. Və 7-ci zonaya aldadıcı yalanı enerjisindən boşaldılmış halda verir. Sonra isə harmoniyanın bütün enerjisindən azad edilmiş halda öz həqiqi gücünə bürünür. O, 8-cinin təbiətinə çatır və orada olanlarla birlikdə ataya ilahilər oxuyur. Oradakılar onu sevinclə qarşılayırlar. Oranın sakinlərinə bənzəmiş halda. O da 8-cidən yuxarıdakı qüvvələrin öz dillərində Allaha həmd oxuduqlarını eşidir. Sonra birlikdə atanın evinə gedirlər. Azad şəkildə özlərini qüvvələrə təslim edərək qüvvələrə çevrilirlər. Onlar Allahın içindədirlər. Qazanmış kəslər üçün xeyirli sonluq budur. Allah ilə bir olmaq, bəs niyə ləngiyirsən? Madam ki, hər şeyi almısan, o halda layiq olanlara yol göstərməlisən ki, sənin vasitənlə fani irq öz tanrısı tərəfindən xilas edilsin. O bunu deyəndə insan çobanı qüvvələrə qarışdı. Mən isə küllü qüvvələrin atasına şükür və dualar edərək, onun mənə tökdüyü güclə dolu halda mənə öyrətdiyi hər şeyi təbiəti və ən uca röyə haqqında biliklərlə dolu halda azad edildim. Mən insanlara sədaqətin və mərifətin gözəlliyini təbliğ etməyə başladım. Ey yer üzündə doğulmuş insanlar, özünüzü sərxoşluğa, yuxuya və Allaha qarşı cəhalətə təslim edənlər, ayılın. Beləliklə bu nöqtədə ağıl Hermesi bir nəbi kimi göndərir. Onu bir elçi kimi göndərir və ona tapşırıq verir. Getməli olduğunu, insanları oyatmalı olduğunu deyir. İndi sən bir elçisən. Sən onlara xilas olmağın yolunu göstərməli, həqiqi təbiətlərini xatırlatmalısan. Onlara Allahın övladları olduqlarını xatırlatmalısan. Onlara bu hilələrdən azad olmalı olduqlarını xatırlatmalısan. Çünki bu evə qayıdış səyahətidir. Bu həm də ona görə maraqlıdır ki, mən Misirşünas Hadil Əl-Xolinin atası ilə danışarkən, qədim Misir miflərindən bu konsepsiyanın əslində necə mövcud olduğundan danışırdıq. Axirətdə Misirlinin ruhu səyahət edir və bu 7 fərqli keçiddən keçməlidir və onun şifrələri olmalıdır. Və əgər o bu keçidlərdən keçə bilməsə, o zaman heç yana gedə bilməyəcək. Və eyni konsepsiya İsa'nın bəzi qnostik apokrif yazılarında ortaya çıxır. Harada ki, o əsasən bu planetlər haqqında eyni şeyi deyir, lakin onlara Demiurq adını verir. Onlar bunu eşidəndə bir araya gəldilər. Mən dedim, ey yer üzündə doğulmuş insanlar, ölümsüzlüyü bölüşmək gücünüz olduğu halda niyə özünüzü ölümə təslim etmisiniz? İndi Hermes insanlara etdiyi xütbəni nəql edir. Ölümsüzlüyü bölüşmək gücünüz olduğu halda xəta ilə qol-qola gəzən və cəhaləti özünə süfrə yoldaşı edənlər tövbə edin. Qaranlıq nurundan çıxın.
Ölümsüzlükdən payınızı alın, həlakı tərk edin. Bəziləri mənə istehza etdilər və məni tərk edərək özlərini ölüm yoluna verdilər. Digərləri isə özlərini ayaqlarıma ataraq onlara öyrətməyimi yalvarırdılar. Mən onları qaldırdım və necə və hansı yolla xilas olacaqlarını onlara öyrədərək irqi evə doğru aparan bir rəhbər oldum. Mən onların içinə hikmət sözlərini əkdim. Onlar ölümsüzlük suyundan içdilər. Axşam düşəndə və günəşin şüaları qürub etməyə başlayanda, mən onların hamısını çimizdirdim ki, Allaha şükür etsinlər. Onlar şükür etməyi bitirdikdən sonra hər biri öz istirahət yerinə döndü. Mən insan çobanın mərhəmətini qəlbimdə saxladım və bütün ümidlərimin doğrulması ilə sevindim. Bədənin yuxusu ruhun oyanışına, gözlərin yumulması həqiqi röyaya çevrildi. Mənim sükutum xeyirlə yükləndi. Danışığım isə xeyirli şeylərin başlanğıcı oldu. Bütün bunları mən öz ağlımdan aldım. O hər şeyi ustadı olan insan çobanıdır, kəlamdır, logosdur ki, Allah onunla vəhy etdi. Mən bütün ruhum və gücümlə həqiqət müstəvisinə gəldim. Mən Ata Tanrıya şükür edirəm. Və sonra bu, onun Allaha şükrü və ya duasıdır. O deyir, müqəddəssən sən ey Allah, kainatların atası. Müqəddəssən sən ey Allah, sənin iradən. Gəlin bu duanı edək. Düşünürəm ki, Enok və Hermesin vaxtında bu günə qədər bu duanı birlikdə edən belə bir cəmaət ilk dəfədir ki, bir araya gəlir. Hazırsınızmı? Bəli, məndən sonra təkrar edin. Müqəddəssən sən ey Allah, kainatların atası. Müqəddəssən sən ey Allah, sənin iradən öz qüvvələrin vasitəsilə özünü gerçəkləşdirir. Müqəddəssən sən ey Allah, tanımağı iradə edən və ancaq özünə məxsus olanlar tərəfindən tanınan. Müqəddəssən sən, o kəs ki, kəlamı ilə var olanları möhkəm qıldı. Müqəddəssən sən, bütün təbiət sənin surətindir. Müqəddəssən sən, sənin formanı təbiət heç vaxt yaratmayıb. Müqəddəssən sən, bütün qüvvələrdən daha qüdrətlisən. Müqəddəssən sən, bütün ucalıqları aşansan. Müqəddəssən sən, bütün təriflərdən daha üstünsən. Sənə doğru uzanan bir ruhdan və qəlbdən gələn ağlımın saf təqdimatlarını qəbul et. Ey vəsf olunmaz, sözlə təsvir olunmaz olan, o kəs ki, adını yalnız sükut söyləyə bilər. Heç vaxt mərifətdən məhrum olmamaq üçün etdiyim dualarımı eşit. Bizim ortaq varlığımızın həqiqi təbiəti. Məni öz gücünlə və lütfünlə doldur ki, buna görə cəhalət içində olan qardaşlarıma, sənin oğullarına nur verə bilim. Mən inanıram və şəhadət verirəm ki, mən həyata və nura doğru gedirəm. Mübarəksən sən ey ata, sən müqəddəs olduğun kimi, sənin insanın da müqəddəs olardı. Necə ki, sən ona var olmaq üçün tam səlahiyyət verdin. Budur, çox mühüm bir cəvahirat. Muhammed və Ali Muhammeddən gələn bir rəvayət, o ağıl və cəhalət adlanır və əsasən İmam Sadiq əleyhissalamın bir hədisidir. O bir qrup şiəsi ilə toplanmışdı və əql və ya ağıl və ağılsızlıq, yəni cəhalət, cəhl mövzusu ortaya çıxdı. Beləliklə Əbu Əbdullah buyurdu:
Ağlı və onun ordularını və cəhaləti və onun ordularını tanıyın. O zaman hidayət taparsınız. Sadəcə bu ikisinin arasındakını bilin. Onların arasındakı fərqi bilin. Səhabələrdən biri dedi, sənə fəda olum, biz yalnız sənin bizə öyrətdiklərini bilirik. Əbu Əbdullah əleyhissalam buyurdu, həqiqətən Allah subhanahu və taala ağlı yaratdı. Eynilə hermetik ənənədə olduğu kimi o, ruhani məxluqların birincisi idi. Eynilə hermetik ənənədə olduğu kimi ərşin sağında, onun nurundan eynən hermetik ənənədə olduğu kimi. O ona dedi, get. O getdi. Sonra ona dedi, gəl. O gəldi. Allah dedi, mən səni əzəmətli bir məxluq olaraq yaratdım və səni bütün yaratdıqlarımdan üstün tutdum. Sonra o cəhaləti acı, duzlu, qaranlıq bir dənizdən yaratdı. Ona dedi, eynilə hermetik ənənənin ən başlanğıcında olduğu kimi. Siz o zaman hətta torpağı sudan ayıra bilmirdiniz. Hər yer sadəcə qaranlıq və xaos idi. O ona dedi, get. O da getdi. Yəni ağılsızlıq, ətrafda gəzib dolaşan zəkasız məxluqlar. Sonra ona dedi, gəl. Lakin o gəlmədi. O ona buyurdu, təkəbbürləndin və sonra onu lənətlədi. Sonra o, ağıl üçün 75 ordu, qüvvə, xüsusiyyət təyin etdi. Cəhalət Allahın ağla verdiyi şərəfi ona bəxş etdiklərini görəndə, ona qarşı düşmənçilik bəslədi və dedi, ey Rəbbim, bu da mənim kimi bir məxluqdur. Sən onu yaratdın, şərəfləndirdin və gücləndirdin. Mən onun ziddiyəm və ona qarşı heç bir gücüm yoxdur. Elə isə ona verdiyin kimi mənə də ordular ver. O buyurdu, bəli, lakin əgər bundan sonra itaətsizlik etsən, səni və ordularını öz rəhmətimdən qovacağam. O dedi, qəbul edirəm. Beləliklə ona 75 ordu verdi. Bu olduqca maraqlıdır, çünki həqiqətən hermetik ənənənin mənşə hekayəsinə bənzəyir və o eyni tərzdə göstərir ki, hansısa bir nöqtədə onlar əvvəlcə bir-biri ilə, Allahla vəhdət içindədirlər. Orada Allahın bu ilkin vəziyyəti var. Allah onların hər ikisindən razıdır. Allah onların hər ikisinə əmr edir, o onların hər ikisini yaradıb. Və sonra onlardan birində ayrılıq baş verir. Kişi və qadın elementləri ayrılır. Harmoniya pozulur və bir tərəf itaətsiz olur. Beləliklə bu gecə hermetik ənənədən öyrəndiyimiz təlimləri asanlıqla təsvir etmək üçün burada kiçik bir zehin xəritəsi və ya qrafik var. Və bu odur ki, birinci olaraq ata var, tək olan, yaxşı olan və ata, yəni Tanrı, o insanların anlaya biləcəyi, anlaşılan bir şəkildə zahir olmalıdır. Və bu onun ilahi ağıl kimi zahir olduğu yerdir. Aydındırmı? İlahi ağıl ilk insanı qavrayır və ya təsəvvür edir. Oldu. O kəs ki, onun təxəyyülündə mövcuddur. Atanın ilahi ağıl kimi təcəllisi olan təxəyyül. Aydındırmı? Daha sonra ilahi ağlın bir iradəsi olur və bu iradə, bu kəlam ondan ortaya çıxır. Və kəlam daxil olur və yaradır. O, atanın və ya ilahi ağlın yaratdığına daxil olur ki, bu da həmin forma verici ağıldır. Beləliklə, kəlam forma verici ağılla birləşir və təbiətə doğru irəliləyərək 7 hökmdarı yaradır. Təbiətlə birləşir və qavranıla bilən bir kosmos meydana gətirir. Bundan əvvəl o, dərk edilməz bir şey idi. Heç bir mənası yox idi. O sadəcə xaotik bir kosmos idi. Forma verici ağlın təbiətə daxil olması onu dəyişdirir və nizamlı bir şeyə çevirir. Beləliklə, bu bizə İmam Əhməd Əl-Həsən əleyhissalamın təlimlərini o qədər yüksək dərəcədə xatırladır ki, bu heyrətamizdir. Çünki biz bunu hərfi-hərfinə İmam Əhməd Əl-Həsən əleyhissalamın Tövhid kitabında dedikləri ilə əvəz edə bilərik. Və biz görəcəyik ki, məxluqat tərəfindən anlaşıla bilməyən huvə eynilə tək olanın atasının məxluqat tərəfindən anlaşıla bilməməsi kimidir. Onların hər ikisi fərqli bir şəkildə təcəlli etməli və zahir olmalıdırlar. Beləliklə o özünü Allah Subhanahu və Taala olaraq zahir edir. Necə ki ata
özünü ilahi ağıl olaraq zahir etməli idi. Və Allahın iradəsi var, eynilə ilahi ağlın kəlamı olduğu kimi. Və Allah Subhanahu və Taala özünün bir surətini yaradır ki, bu da Muhammed və Ali Muhammeddir. Yaxud Allahın kamil xəlifəsi olan Muhammeddir. Onu qavradıqdan sonra o, onu yaradır. O, onun bir surətini yaradır. Muhammed yaradılan ilk ağıl olur, elə deyilmi? Məhz buna görə də İmam Əhməd Əl-Həsən əleyhissalam Muhammədi ilk ağıl adlandırmışdır. Və o deyir ki, bəs cəhalət kimidir? Ömər, Allah ona lənət etsin. Beləliklə o cəhildir. O cəhalətdir, o xaosdur. Və ağıl isə Muhammed idi və Muhammed təbiətə daxil olur. Kamil xəlifə kimi işlər ona həvalə edilir. O elə bir kəsdir ki, bir şeyə ol deyər və o olar. O elə bir kəsdir ki, bütün məxluqat üzərində ixtiyar ona verilmişdir. O elə bir kəsdir ki, əslində məxluqat ondan ötürü yaradılmışdır. O elə bir kəsdir ki, Allah ona xitab etdikdə belə buyurur: Ey Muhammed, əgər sən olmasaydın bu dənizlərin heç birini, bu yerlərin heç birini, bu məxluqların heç birini, bu qayıqların və gəmlərin heç birini yaratmazdım. Sənə olan sevgimdən başqa heç bir şey üçün bunları yaratmazdım. Deməli, hermetik ənənədə bu bir sevgi hekayəsidir. Haradakı Tanrı bu insan ideyasını qavrayır, təsəvvür edir və ona aşiq olur. Ona olan sevgisindən və onu öz surətində yaratmaq, ona məxluqat üzərində ixtiyar və yaratmaq gücü vermək, istəyindən irəli gələrək onu təbiətə, kosmosa göndərir. Və təbii ki, logosun forma verici ağılla birləşdiyi kimi, Allah Subhanahu və Taala'nın iradəsi də Muhammedlə birləşir. Yəni, əsas etibarilə bu ikisinin təlimləri tamamilə eynidir. Və burada bizim həmçinin sadəlik məqsədi ilə Poimandres'in, yəni insan çobanının necə nümayiş etdirdiyini göstərən kiçik bir zehin xəritəmiz var ki, orada insanlar var və onların hamısının ruhu və ya hansısa hərəkətə gətirici gücü, gəlin deyək ki, nəfsi var. Və nəfsin ağlı var, bütün insanların ağlı var və bütün insanların duyğuları var. Və ağıllarından istifadə edənlər, necə ki, əgər davam etsək, gələcək xütbələrdə görəcəyik. Əgər bu sizin xoşunuza gəldisə, gələcək xütbələrdə davam edəcəyik. O, əslində ağlından istifadə edənlərə müqəddəs kasanın necə verildiyini izah edir və müqəddəs kasa əslində onlara ağıl bəxş edilməsi deməkdir. Və əgər onlara ağıl bəxş edilərsə, o zaman onlar nurun qablarına, nurun övladlarına çevrilərlər. Əgər onlar ağıldan istifadə etməsələr, o zaman onlar öz ağılları əvəzinə, öz nəfsləri tərəfindən idarə olunan və hərəkətə gətirilən ağılsız məxluqlara çevrilərlər. Beləliklə, bütün insanlar ağıl yürütmək qabiliyyətinə malikdirlər. Lakin onların hamısı bu ağıl yürütmək qabiliyyətindən istifadə etmirlər. Ağıl yürütmək qabiliyyətindən istifadə edənlər bir ruh, nurdan olan bir ruh və ya Allahdan olan bir ruh bəxş edilir. Və Allahdan olan ruh özündə ağıl hədiyyəsini daşıyır. İstifadə etməyənlər isə heyvan kimi olurlar. Və onlar əsasən onlara müxtəlif xüsusiyyətlər aşılayıb həyatlarını diktə edən 7 planetar hökmdar tərəfindən idarə olunurlar. Və əslində Hermes, Tot və onun ağlı arasındakı bütün bu rəvayət mənə bu hədisi çox xatırlatdı. Özünü tanıyan Rəbbini tanıyar. Çünki Hermesin kəşf etdiyi də elə bu idi. O kəşf etdi ki, onun tanrısı əslində öz içindədir. Onun ona çıxışı var. Və o, ona çıxış əldə etdikdə və onun kim olduğunu bildikdə bəşəriyyətin qalanını da buna oyatmaq kimi bir vəzifəsi olduğunu anladı. Yəni, nurdan doğulmuş qardaş və bacılarının hər birinin əslində öz içində Allahdan olan bir nur, içlərində mövcud olan Allahın bir parçası var. Və əgər onlar bunu dərk etsələr, buna inansalar, bunu bilsələr və uğurla bununla bağlantı qura bilsələr, o zaman hər şey yaxşı olacaq.
və onlar əslində yuxarı səviyyələrə, yəni o 7 orbitdən kənarda mövcud olan yuxarı səviyyələrə bütün o səmavi nurların və planetar cisimlərin məskunlaşdığı yerə qayıdacaqlar. Və bu həm də mənə Allahın buyurduğu Qurani-Kərimdəki bu ayəni xatırladır. Ey mütməyin olan nəfs, razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön. Mənim qullarımın zümrəsinə daxil ol. Cənnətimə daxil ol. Və buradakı bəzi qardaşlar İmam Əhməd Əl-Həsən əleyhissalamın bu ayəyə təfsir verərkən dediklərini xatırlayacaqlar. O buyurmuşdur ki, nəfsin Rəbbi ruhdur. Ruh nəfsin tanrısıdır və o, ruh nurdan yaradılmış ruhdur. Hermesin timsalında isə bu, ağlın qabı, daşıyıcısı idi. Elhamdülillahi Rabbil aləmin. Təşəkkür edirəm.